Bilal müəllim Əliyev, Bilal Əliyev. Həmişə deyir, mənim yaşamaq üçün, 100 il yaşamaq üçün pulum, param var da. Kişinin pulu var da, nə deyək ki. Azərbaycan xalq artisti Bilal Əliyev tarixin bir günü verilişində öz, yəni maraqlı açıqlaması ilə yenə də gündəmə gəlib. Yəni o deyir ki, məsələn, paltarlarımı mən buradan almıram, İtaliyadan alıram. Paltarlarımın qiyməti budur, hansı marka, hansı paltarların deyir də, yəni qiymətin falanın da ingilis dilində gözəl danışıram deyir. İngilis dilində mahnı oxudu. Şok açıqlamalar oldu. İndi də deyir ki, 100 il yaşaya bilərəm. Təbii ki, milli.az-a istinad edirəm. Deyib ki, toy mərasimlərinə qatılmasa belə rahat yaşamağı üçün kifayət qədər pul var. Mənə 100 il ömür versinlər, mən artıq o 100 ilə qədər təminatlıyam. Topladığım pullar mənə bəs edər. Yəni gündə 100-150 manat xərcləsəm, belə yenə də çatacaq deyə xalq artisti televiziya efirində, yəni verilişdə söyləyib. Həm də o deyib ki, həmçinin vurğulayıb ki, ildə azı 2 dəfə Böyük Britaniyaya gedir və orada Azərbaycanlılar tərəfindən təşkil edilən tədbirlərdə çıxış edir. İngilis dilini bildiyini də demişdik. Bilal müəllim, ehtiyatlı olun. Deməyin, heç kimin yanında pul olduğunuzu deməyin. Evinizin ünvanını heç kimə deməyin. Sarı Səfradan tövsiyə.